Bu videoda terapiya topu ilə uşağınızla evdə edə biləcəyiniz inkişaf etdirici hərəkətlər haqqında danışacağam. İlk hərəkətimiz. Uşaq oturaq vəziyyətdə topun üzərində dayanır və siz əllərinizlə yüngül təzyiqlə uşağı aşağı doğru itələməyə çalışın. İkinci hərəkətimizdə isə uşaq topun üzərində kürəyi aşağı istiqamətdə uzanmağa çalışır. Və burada bədəni necə idarə etməliyəm, tarazlamalıyam, hissiyat problemləri aradan qalxmağa başlayır. Üçüncü hərəkətimizə keçməzdən əvvəl qeyd edim ki, bu hərəkətləri mənimsəmədən digər hərəkətlərə keçmək uyğun deyildir və uşaq hərəkətləri etmək istəmirsə, onu qətiyyən məcbur etmək olmaz. Üçüncü hərəkətimizdə uşağın sağ və sol əli ilə halqaları taxmağa çalışdığını görürsünüz. Artıq vestibulyar sistem inkişaf etdiyi üçün, tarazlaşdırmağa bədəni çalışdığı üçün, idarə edə bildiyi üçün hərəkətləri çətinə doğru getməyə başlamışıq. Və qeyd edim ki, bu hərəkətlər həm sol əl və həm də sağ əllə mütləq şəkildə yerinə yetirilməlidir. Artıq hərəkətləri mənimsədikdən sonra çətinləşməyə doğru davam edirik. Burada hədəfə atılan halqaları görürsünüz. Diqqətin və koordinasiyanın inkişaf etmək üçün super hərəkətlərdir. Beşinci hərəkətimiz isə aşağıdan yuxarıya doğru halqaları yerləşdirməkdir. Burada bilateral bacarıqlar bədənin anlamaq və doğru hərəkət etdirməyə, inkişaf etdirməyə çalışırıq. Altıncı hərəkətimiz isə uşağı topun üzərində otuzduraraq sağa, sola, arxaya, qabağa doğru yüngül hərəkətlər verib bədənin vestibulyar sistemini inkişaf etdirmək, idarə etməsini artırmaq, tarazlaşdırmasını inkişaf etdiririk. Ən sonuncu hərəkətimiz isə ən maraqlı hərəkətlərdən biridir. Burada həm diqqət inkişaf etdirilir, həm yenə bilateral bacarıqlar, nitq inkişafı üçün super hərəkətdir